Salam, bu videoda Dövlət İmtahan Mərkəzinin 6 aprel tarixində keçirilmiş olduğu buraxılış imtahanından ingilis dili suallarının izahı ilə tanış olacağıq. Bu buraxılış imtahanı DİM tərəfindən həm məzunlar üçün, həm də xarici dili fərqli olanlar üçün təşkil olunmuşdur. Başlayaq. Qeyd edim ki, əgər buraxılış imtahanı verəcəksinizsə, 9-da 10-da oxuyursunuzsa, videonu izləyin, mütləq suallarla tanış olun. Çünki özünüz də görəcəksiniz ki, videoda sualın biri yenə əvvəlki illərin suallarıdır, yəni sualıdır, görəcəksiniz. İlk öncə dinləmə mətnini sizə göstərim. Dinləmə mətni budur. Sualların izahını verməyəcəm dinləmə mətnindən, amma mətni sizə göstərə bilirəm. Bir də PDF-i sizə Telegram kanalına bugün göndərəcəm. Telegram kanalından tanış ola bilərsiniz. İzahlarla tanış olaq. 7-ci sualdan başlayaq. Demişdik ki, 3-cü qrup feillərdə söhbət gedir mürəkkəb tamamlıq mövzusunda. Wanted özündən sonra to-lu feil istəyir. Bu mürəkkəb tamamlıq mövzusudur. Yəni burada ing və ya to-suz bir şey yoxdur. Sadəcə to-lu məstər istifadə olunur, yəni Y variantı. Mürəkkəb tamamlıq mövzusunu bilirsinizsə, bu sualı yəqin ki bildiniz, yəni problem olmamalıdır. 8-ci suala baxaq. 8-ci sualda isə by train qatarla getdiyimiz zaman deyirsə by car maşınla, by ship gəmi ilə orada artikel olmur trenin qarşısında. Ona görə bu hissələrin hamısını atacağıq. A gedir, D gedir, elə hamısı gedir. Bir dənə Y qalır. Bir daha deyirəm. Qatarla getmək by train, gəmi ilə getmək by ship. Burada sözünü tələb olunmur. Elə birbaşa cavab Y variantı doğru cavabdır. 9-cu suala baxaq. Gördüyünüz kimi 9-cu sualda questions deməli sayıla bilən cəm isimdir. Sayıla bilən cəm ismin qabağına nə olurdu? Many olar, bir də a few olar. Much və little sayıla bilməyənlərlə olur. Ona görə cavabımız olur B variantı. Gördüyünüz kimi rahat sualdır. Ümumiyyətlə imtahan verəcəksinizsə çalışın ki, listening və readingə üstünlük verin. Qrammatika çox da çətin düşmür gördüyünüz kimi. Climate sayıla bilir, sayıla bilmir, sayıla bilmir və tək isim kimi götürülür. Tək isimdə isə xəbərimiz təkdə olar. Cavab is olur. Burada sizə bir ipucu verim. Tutaq ki, yadınızdan çıxdı bilmədiniz. Görürsünüz ki, zaman bildirən bir göstərici yoxdur. Digər hamısı word'dur, cəmdir, ardır, arnotdur. Yəni hamısı cəmdir, biri fərqlidir. Yəni bu formada da biz B-ni, izi götürə bilərik. 11-ci suala baxaq. 11-ci sualda yiyəlik əvəzlik mövzusudur. Phone number, telefon nömrəsi görürük ki, isim istifadə olunur, düzdürmü? İsimsiz istifadə olunan A-nı ataq, your-su ataq, her-su ataq. Qalırıq ikisi arasında. Cümlənin sonunda your istifadə olunmaz, çünki özündən sonra isim gəlməlidir. Ona görə B doğru cavab oldu. Make up sentence cümləsidir. Burada bu tip suallarda çalışın ki, cümləni kitabçaya yazasınız bütün variantlar üzrə, əgər çətinliyiniz varsa. O formada göz yaddaşı ilə məntiqən cavabı tapmaq olar. Burada cavab D variantıdır. Cümləni sizin üçün yazaq. Deməli, 3-dən başlayacaq. It was snowing, qar yağırdı deyir. When the guest arrived. Yəni qonaqlar gəlib çatanda qar yağırdı deyir. Cavabımız doğru formada D variantı oldu. Cümlə quruluşunu bilirsinizsə problem yaşamazsınız. 13-cü suala baxaq. Far from-la istifadə olunur. Bizim ofisdən uzaqdır deyirsən, from olur. Sağ tərəfdə isə ifadə go on foot-dur, ayaqla getmək. Elə burada cavabımız C olur. Çətin bir sual yoxdur burada. 14-cü sual rahat sualdır. Passive voice formasıdır. Necə tapırıq? Picked up hansı zamandır? Keçmiş sadə. Bu cümləmiz passivə çevirməliyik. Keçmiş zamanın passivi, keçmiş sadənin passivi necə idi? Was, were, plus feil 3. Biz variantlarımızda was, were, feil 3'ü axtaraq. Misal üçün B-də been var əlavə. Deməli yanlışdır. Were been deyə bir şey yoxdur. C-də ardı, D-də will be-dir. Y-də was were yoxdur. Baxın, was were feil 3 lazımdır. A-ya baxın, were feil 3. Cavab A variantı oldu. Keçək 15-ci suala. Söz bazası tələb edən bir sualdır. Sinonim istəyir bizdən. Simple, sadə, hard, çətin. Sinonim deyil. Erkən, gec. Sinonim deyil. Təhlükəli, zərərsiz. Sinonim deyil. Narahat, narahat. Anxious, worried. Bu sinonimdir. Rude, kobud, polite, nəzakətli. Y də yoxdur. Yəni cavab D variantı oldu. Keçək 16-cı suala.
16-cı sualda yes dedi. Hansı zamanı keçmiş sayda? Burada gördüğünüz bütün variantlar hamısı indiki zamandır. İndiki bitmiş, indiki devam edici və s. Hədisə having keçmiş zamandır. Ona görə də 16-da A variantı oldu. Bura qədər gəlmişsinizsə, videonu izləyirsinizsə, deməli ya abituriyentsiniz, yəni imtahan verəcəksiniz. Kanalın ictimai bölməsində minlərlə test var. Onları mütləq işləməniz tövsiyə olunur. Çünki onlar dim qəbul tiplərində, sınaqlar tiplərində olur. Öz telefonunda işləmişsinizsə, cavabları görürsünüz. Ona görə yaxşı olar ki, evdəkilərin birindən, yəni qardaş, bacı, ata, ananın telefonu istifadə edib işləyərsiniz ki, cavabları görmüş olmayasınız. Yəni çox faydalıdır. Baxsanız görəcəksiniz, mənə haqq verəcəksiniz. 17-yə baxaq. 17-ci sualda bağlayıcı mövzusudur. Sən evdə qalmalısan, çünki xəstələnmisən deyərsən. Because. Baxmayaraq ki, deməzsən, bu arada A-nı, B-ni gördünüzsə, ikisinin də üstünə xətt çəkirik, çünki ikisi də eyni şeydir. O, yaxud, and və. D doğru cavabdır. Keçdik növbəti 18-ə. Mən həqiqəti bilmək istəyirəm deyir, sən mənə yalan deməməlisən. 3 və 4. Nə qaldı? A variantı. Have to-nun sual inkarı özü ilə düzəlməz. Qrammatik qaydadan geçsək yanlışdır. Able-ın to-su yoxdur. Bu da getdi. Cavab elə birbaşa A variantı doğru cavabdır. Keçdik 19-a. 19-cu sualda zənvər hansı dərəcədir? Müqayisə. Best üstünlükdür. Deməli, best'in Z-si yoxdur, üstünlükdür bu da. D-də good adidir. The most üstünlükdür. Müqayisə good, better, the best. Bilirik ki, betterdir. Gördüyünüz kimi daha rahat bir sual. 20-ci sual, deməli, xüsusi sual əvəzliyidir bu. Demişdik ki, mübtəda sualında söz sırası dəyişmir. Bura nə qoysaq yaxşı olar? Kim zəng etdi sənə? Who qoyarsan bura. Kimə zəng etdi yox, kimin etdi yox, nə üçün zəng etdi demirsən, necə zəng etdi demirsən. Mübtədanın sualında söz sırası qalır. Why və how falan olsaydı, do, did falan əvvələ gəlib durması lazım idi. Ona görə Y doğru cavabdır. 21-ci sual tam düşməmişdi. Ona görə özüm əldən yazdım bura. Rahat bir sualdır. Təhdə olanları soruşur. B-də must cəmdədir. C-də fit cəmdə. D-də ears cəmdə. Y-də days cəmdə. Nə qaldı? VC hava, face, üz, sifət. Belə. Nida cümləsi də rahat suallardan biridir. Burada baxaq. Deməli, nida cümləsində xəbər arz kimi olmur, zeyar kimi olur. Ona görə A, B ikisi də getdi. Baxın, altına xətt çəkdim. C-də whatdan Z istifadə olunmur. Getdi. Y-də student cəmdə ən təkdə olmaz. Cavab D variantı oldu. Bu da bizim möhtəşəm readingimiz. Reading suallarının doğru cavablarını deyəcəm, amma ki, izahlarını verməyəcəm vaxta görə. Siz PDF-in göndərəcəm, mütləq onu işləyib yoxlayarsınız cavablarınızı. Qaranlıq suallarınızı şərhə yazın, köməkli eləyəcəm. Məncə problem yaşamazsınız. 23-cü sualda doğru variant olacaq A variantı mətnə əsasən. 24-də doğru cavab olacaq. Burada da 3 və 1 saniyə 4 A variantı. 25-də doğru cavab A variantı olur. 26-da doğru cavab B variantı. Estate named after its discoverer. Yəni kəşfindən sonra adlandırılan bir yerdən söhbət gedirdi. 27-ci sualda baxın, bunu deyirdim. Bu səhv etmirəmsə ötən ilin ən pis ehtimalla bir il əvvəlki ilin sualıdır. Yəni eyni sualdır, definition'dır. To find or learn something for the first time. İlk dəfə nəyisə deyir ki, tapmaq və ya öyrənmək. Cavab to discover olacaqdır. Bu şəkildə definitionlara yaxşı hazırlaşın. 28-ci sualda isə deməli indigenous sözünün nəyini sinonimini istəyir. Bu da yerli deməkdir. Yerli sözünü bilirsiniz ki, native speaker sözündən bilirsiniz. Native doğru cavabdır. Sinonim paragraf 2-dən idi. 29-da iki söz dəyişmək tələb olunur. İmtahanda iştirak etmişsinizsə bilirsiniz ki, iki sözü ən azı dəyişmək lazımdır. Bu arada imtahanda çalışın ki, bunları dəyişəsiniz. Ən pis ehtimal birini dəyişin ki, bal alasınız. Mətndə həmin hissədə a lot of vardır. A lot of-un yerinə many yaza bilirsiniz. Bir də goods vardır. Mal əmtəyi deməkdir. Onun yerinə products yazmaq mümkündür. Bu şəkildə.
Nə qaldı? 30-cu sual qaldı. 30-cu sualda da deməli nə deyir? Ən azı 3 cümlə tələb olunur. Which country in the world would you like to visit and why? Hansı ölkəyə səyahət etmək istərdin və nə üçün deyə 3 cümlə qurmaq lazımdır. Bu da 11-lərə düşür. Təqribi 6 bal verir. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Bütün imtahanlarda hər birinizə uğurlar olsun, zehniniz açıq olsun, özünüzə yaxşı baxın.